canımdı. Çiğdemdi, ballı piraşkimdi o. Benim canımdı o Mochi. Yedi beni, yedi beni Mochi, yedi beni Mochi. Ne oldu sana? Ne oldu sana? Niye acımırsan? Görürsünüz tamaşaçılar. Mochi məni inədi. Sen kuzuydun axı, ne oldu sana? Üstüme cümle ha, korkuram. Ne oldu bala? Ne oldu canım? Mən gəldim dostlar. Düyü bişirəcəyik. Sizə də çəkərəm prosesi bəlkə. Heç vaxt yemək videosu belə çəkməmişəm. Çox pişirmədiyim üçün ola bilər məsələn. Üstə su oldu. Çünki qaynar su lazımdır düyü üçün. Bunu qoydum. İndi isə düyünü yuyacağam. Bu nə səsdir? Deməli mən düyünü necə bişirirəm? Birinci tavaya yağ tökəcəm. Mən dəmləmirəm, birbaşa elədiyim tavada. Daha doğrusu qazanda bişirirəm. Biraz belə bu yağdan tökürəm. Biraz da zeytun yağı tökürəm. Mən My Food Channel deyə bir kanal var. Instagramda da, YouTube'da. Mən adətən yeməklər eləyəndə nəyəsə ilk dəfə yoxlayıram. Həmişə o qıza baxıram. Reseptləri həmişə uğurlu alınıb. Ən azı məndə. Ona görə o qızın reseptləri ilə eləyirəm çox vaxt. İndi yağ biraz ərisin. Daha sonra düyünü əlavə edib qovuracağam. Və düyünün lapa olmaması üçün qovuranda duzu vurmaq lazımdır. Qonşumuz qapını açdım. Düyünü qovuranda duz vurmaq lazımdır. Daha sonra suyu əlavə edirsiniz. Məsələn 1 stakan düyüyə 1 stakan yarım su əlavə olunmalıdır. Mən adətən 1 stakan edirəm. Yəni 2 gün yeyirik o düyünü. Və belə. Yeni düyünü yumuşam. Düyünü gətirib əlavə edəcəm. Biraz yağ qızsın. Haradadır o şey? Sonra da bişməyə qoyacağam və salmını bişirəcəm. Salmının buzu açılıb artıq. Bir də yüngülvari salat eləyəcəm. İstəyirsə hamısını axırda göstərirəm. Necə alındı. Yoxsa belə çox uzun olacaq vlog. Düyü bişdi, indi salmını qoyuram. Üzərinə hoisin. Bir də biraz teriyaki əlavə eləyəcəm. Bir də təbii ki duz istiot qoyacağam pişməyə. Salat da demək olar hazırdır. Sadəcə bir dənə balzamik kremi vuracağam. Əslində mən sirkə də sevirəm. Onu da vurmaq olar. Biraz balzamik vursam. Bu qədər. Yeməyimiz hardasa 15 dəqiqə hazırdır. Son versiyasını da sizə göstərərəm. Düyünü qoymuşam dəmlənməyə. Hardasa balıq hazır olanda elə bu da hazır olacaq. Birlikdə servis edəcəm. Bir də brokoli qoymuşam 2 ədəd. Onları da 5 dəqiqə qalmış airfryer əlavə edəcəm balığın yanına və bu qədər yeməyimiz hazır olacaq. Son versiyasını da göstərərəm sizə. Hələlik. Sağ olun. Yemək hazırdır. Gəlin sizə düyümü göstərim. Baxın nə qəşəng olub. Tək əllə çəkib, tək əllə. Həm də yeməyi çəkməyə çox çətindir. Neysə, mən bunu çəkim, balığı qoyanda sizə göstərərəm. Yeməyim hazırdır. Üzərinə biraz sriracha tökəcəm. Bu Asiya acı sosudur. Məncə balıqla yaxşı gedir. Bir də turşum var. Qaynanam göndərib alça turşusu. Ondan qoyaram yəqin yanına. Bu da salatım. İndi isə gedib yeyəcəyik. Gəlin son versiyasını bir də göstərim. Belə. Bilirəm dadlıdır. Mənə nuş olsun. The next day. Hər kəsə salam. Evləri yığışdırdıqdan sonra saçım başım dağılmış formada dedim kameranı açım. Ağlıma bugün bir şey gəlib. Hətta 2 şey gəlib. Birincisi saçımın tonunu açacağım. Çünki əslində xeyli açmışdım. Sadəcə biraz narıncılıq oldu deyə qaçıb getdim. 7-1 aldım və rəngi tündləşdi. Ona görə də çox saylı TikTok video izləmələrim sayəsində və ChatGPT ilə yazışmam sayəsində bu gün qərara gəldim ki, C vitaminli maska ilə edərək saçımın rəngini axtaracağam. İnşallah yaxşı olar, inşallah narıncı olmaz, görək. İkinci, belə deyim, eksperimentim. Bugün saçımda başqa bir şey yoxlayacağım. Yəni saçlarımı buruq etməyəcəm. Bu
necə deyirlər, heatless curl method deyə bir şey var. Saçı belə sarıb yatırsınız, səhər açırsınız. Valla videolara baxıram, inanılmaz nəticələrdir. Əslində sifariş eləmişəm 3 dənəli belə saçı vurmaq üçün vasitəni AliExpress-dən, amma o gələnə qədər corablı edəcəm. Yəni yoxlamaq istəyirəm açığı. Düzü buruq saçlar rutinindən bezmişəm. İnanılmaz yorur məni. Əgər bu üsul uğurlu olsa, bir müddət bununla davam etmək istəyirəm. Bəlkə yayda ya da tətildə falan pis yerlərə gedəndə buruq saça davam eləyərəm, amma həqiqətən yorulmuşam. Ona görə bu günlərim onu yoxlayacağam. Alınsa çəkərəm videoya, necə sarıram falan və səhər nəticəsində çəkərəm. İnşallah saç rəngim fiyasko olmaz. Düşünürəm ki biraz mid blond olub, amma indi köhnə videolara, şəkillərə falan baxıram. Saçım xeyli açılmışdı əslində. Yəni sadəcə sonuncu belə deyim, rəng biraz uğursuz olmuşdu. Uğursuz olmamışdı əslində. Mən səhv elədim. Mən onun üstündən belə deyim, tonlaşdırma eləməli idim. Sadəcə mən bu saçımı rəngləyəndən sonra qarşıma en qədər tonlaşdırma videoları çıxdı. Yəni bu mənim qarşıma niyə öncədən çıxmadı? Gedərdim tonlaşdırmaq üçün kraskalardım. Sadəcə belə deyim də, tonlaşdırardım, olacaqdı əla. Çox ona əsəbləşirəm ki, yəni mən saçımı açmışdım. Mən niyə getdim, bütün qoydum? Nəysə, ona görə indi gələn dəfə məsələn rəngləyəndə artıq bilirəm məncə hansı rəngləri qoyacağam. Ona görə bir qədər rəngini axıtmaq istəyirəm. 2 həftədən bir boyuram. Bu bazar günündən saysaq əgər hələ var. Yəni bir həftə yarım var hələ boyamağa. Belə dedim sizə də məlumat verim. Ümumiyyətlə bu saç axıtma metodundan filan istifadə eləmirsinizsə, qeyd edeyim, mənim üçün də maraqlıdır. Ya da ən effektiv saydığınız bu heatless curl metod hansıdır? Düzü çoxlu videolara da izləmişəm. Amma yenə də real təcrübələrinizi bölüşə bilərsiniz. İndi hazırlaşıb idmana gedəcəm. Hava inanılmaz gözəldir. Ümumiyyətlə çox belə günəşli, çox gözəl. Yaz, bildiyiniz yaz gəlib yerinə. Gəlsə də göstərim. Baxın nə gözəldir. Burada da belə dipçəklərim var. Biraz qaranlıqdır, arxa tərəf günəşlidir deyə. Evim botanika bağına dönübdür. Nəysə, əslində vlog da editləməliyəm. Niyəsə dünən ayıldım ki, artıq bir həftədir və mən video yükləməliyəm. Mən edit eləməmişəm. Niyəsə elə bilirdim ki, hələ yəni bir həftə olmuyor filan. İndi onu edəcəm. Yox, onu etməyəcəm. İndi idmana gedəcəm. İndi idmana gedəcəm. Daha sonra belə deyim, bu C vitamini falan almalıyam. ChatGPT dediyinə görə 5-6 kapsula o şpuçka kimi olan C vitaminindən və Head & Shoulders kəpək şampunu olmalıdır. Əslində məndə səbəmədi var. Kəpək yox, qaşınmaya qarşı saç diplərim çox qıcıqlandığı üçün düşünürəm bəlkə onunla qatıb eləyərəm. 2 qaşıq da şampun əlavə eləyib, saça çəkib 20-30 dəqiqə gözləmək lazımdır. İnşallah fiyasko olmaz. Bilmirəm. Bu eksperimentin axırı necə olacaq? Sizə məlumatlandıracağam. Belə, gedim yavaş-yavaş hazırlaşım, gedim idmana. 3 hours later. Dostlar, mən gəldim. C vitamini almışam. İndi qarışımı hazırlayacağam. Daha sonra saçımı yaş eləyib tətbiq etməyə başlayacağam. Gəlin indi sizə də göstərim necə eləyirəm. Deməli, belə bir C vitamini almışam. Bundan 5 ədəd əlavə eləyəcəm. 5-6 ədəd yazıb. Bilmirəm, baxım görüm indi ya 5 ya 6 ədəd əlavə eləyəcəm. Və bir ədəd belə bir şampun. Adətən Head & Shoulders istifadə edirlər. Mənim saç diplərim daha həssas olduğu üçün səbamet istifadə edə biləcəyimi də yazmışdı. Və bundan 2 yemək qaşığı deyir əlavə et. Düzü mən belə gözə yağ əlavə edirəm. Amma bəlkə də düz eləmirəm, bilmirəm. Yəni çox oldu, az oldu, anlamadım ki. Nəysə, indi bu əzilsin. Bəlkə bir ədəd də əlavə eləyək. Məncə bir ədəd də əlavə eləyək. Nə olar, nə olar. İndi saçımı spreyləyəcəm su ilə, yaş eləyim və keçək operasiyaya. Deməli, məndə belə boya, belə deyim, çəkərkən bağlamaq üçün belə bir şey var. Drakulanın, nə deyirlər ona, paltarına oxşuyur. Amma üstüm batmır əsasından. Bunu giyinəcəm və qarışdıracağım kaskanı. Kaska. Keçək saçı yaş eləməyə. Düzgün gətirmişəm. Kameradan heç nə görmürəm çünki. Və məncə əlcəyə taxsam yaxşı olar. Görürsünüz saçım hansı rəngdədir. Görə bir fərq edəcəkmi? Özümə də çox maraqlıdır açığı. Ya da ChatGPT qurbanı olacağım, bilmirəm. İnşallah peşman olmaram bunu elədiyimi.
əlcəyi götürəcəm. Tapa bilsəm. Əlcəklər olmalı. Sizi düz qarşıma qoydum. Qarışım da belə biraz əriyib. Əlimlə qarışdıracağım. İlk dəfə də belə bir şey eləyirəm. Və mənim məncə C vitamini allergiyam var. Heç vaxt bunu test verməmişəm, amma bir-iki dəfə sətmişəm. Ona görə boynuma krem falan vurdum ki, arxa tərəfə birdən dəysə, əks təsir göstərməsin. Bunu biraz belə qarışdırıram. Ayda, limon bir də düzdür. Bir də başqa resept var idi. İkisinin arasında qalmışdım mən. Başqa resept şey idi, mayonez. Mayonez və limon suyu. ChatGPT yazdı ki, o yəni saç rəngini axıtmır. Bilməm nə dərəcədə düzdür yoxsa yox. Bu niyə ərimir? Biraz su qatır. Çünki bəziləri ərimir. Bir dəqiqə su qatır. Mochi də burada şokdadır ki, bu qız burada nə edir? Hə Mochi? Biraz su qataq. Ərimir çünki. Bildiyiniz belə köpürdü, qəribə bir şey oldu. Ərisəydi. Bir dəqiqə əridim. Gəlirəm. Nəysə, əridi belə bir şey oldu. Gərək saçımı ayırardım bir iki hissəyə. Çünki ən çox bu hissələrdə qalıb. O da saata baxmadım. Düz saat 5'dir. Yarısı girəcəm şimməyə. İnşallah el aləmə batırmaram. Mochi da arxada oturub. Məsələn. Neyse. Keçək buram. Bu hissəyə. Bəziləri yenə də həll olunmuyor be. Bəzi hissəsi. Diblərə dəydirmirəm. Ay yerə dəymədi ki. Yerə düşmədi daha doğrusu. Mochi gəl bir yalayar deyə qorxuram. Mochi hardasan? Mochi studiyanı tərk edib desin. Ayda el aləm dağılır, el aləmə tökülür. Nine. İnşallah peşman olmaram bunu elədiyimə. Başıma oyun açıram da. Açığı burada bir dənə Rus salonu tapmışdım. Rus salonu dediyim Rus xanım idi. Yəni Rusça yazırdı, oradan bilirəm. Yazmışdı ki, güya 100 eurodan başlayaraq saç rəngləmə. Mən istədiyim kimi də açıq. Yazdım, soruşdum ki, saçım biraz qızaranda. Bəs neçəyədir filan, mənim saçım neçəyə olar? Dedi, şəklini at. Atdım, mənə bilirsiniz neçə dedi? 380 euro. Heç cavab yazmadım. Açığa. 380 euro nədir yəni? Çox gülməlidir yəni. 380 euro saç rənglərlər. Həqiqətən evdə özüm açaram 380 euro verəcəyim ona. Ona görə də düzdür, yazılmışam əslində Bakıdan saç ustasına konsultasiya yazılmışam. Güvəndiyim bir dənə saç ustası var. Görək necə olur bu eksperimentim, ondan sonra artıq əmin olacaq. ChatGPT deyir ki, bu belə deyim qarışımda qızartı olmayacaq, sarılıq olacaq ancaq. Ona görə də, yəni 10 dəfə soruşdum ki, saçım qızarmaz, bəs axsa qızartı olmaz filan. Dediyinə görə olmayacaq, bilmirəm. Biraz su əlavə eləməliyim, çünki ərimir bu. Çox oldu. Fucking shit. Oops, sorry. Ayda, çox oldu ye. Saçımın bir tərəfi yaxşı açılacaq, bir tərəfi yox. Mən başa düşmürəm, bu C vitamini normalda suda həll olunur. İndi niyə həll olunmur ki? Getdiyi gözü köpürür, ağartır. Qəribə bir hal aldı vəziyyət. Nəsə yaxşı olmadı ye. Telefonu da düz yanıma qoymuşam. Üstünə. Ayda, bu artır. Bu artır, bu vəziyyət gərginləşir dostlar. Dibiniz burada. Ayda. Yaxşı olmadı ya bu. Neyse bu biraz pis oldu. Bilmirəm ya. Ayda, hər yerə axdı. Bu qapını bağlayardım, Mochi girməsin. Siz bir dənə bu köpüyü görsəz şok olarsınız. Buna baxın necədir. Köpüyü prosta götürüb belə yaxıram. Ayda, hər yer qarışımı oldu. Hər yer C vitamini oldu. Çox pis bir zarafat ağlıma gəldi. Neyse, eləməyəcəm. Neyse. Ayda, bugün evlər yığışdırmışdım. Ayda. Bu əslində bu qədər duru olmasaydı, belə olmayacaqdı. Neyse, bilmirəm necə olacaq. Narahat oldum. Hər yerim C vitamini oldu. Yəni.
Məncə burada çox qarışım qalıb. Mən gedim bunu başıma axıdım. Ayda başımdan axır. Başımdan axır. Başımdan sular axır. Mənim şeyim var, mən buraları belə qoya bilmərəm. Mən təcili buraları bir dənə yığışdırım. Qalanını da gedib başımdan axıdacağam. Bir dəqiqə sizə göstərim. Burada xeyli bir şey qalıb. Buna baxın. Yəni bu qədər şey qalıb burada. Bildiyiniz milkshake oxşuyur. Gedim bunu məncə başımdan aşağı töküm qalanında. Heç nə də nə olar. Son vəziyyətimiz belədir. Buraları buzu yığışdırım ki, qəbul alamasın. Nəysə. Saçımı yuyum, göstərərəm sizə də. Few moments later. Saçımı açıram. Baxaq görək necədir. Düzü bilmirəm. Hələ ki yaşdır, amma axıdıb sizə deyim qızlar. Yaş olduğu halda bu qədər açıqdırsa, quru halda ümumiyyətlə daha da açılacaq. Açıb. Burada mənim işığım var. İşığımı təzə almışam. Bu evdə işıq problemi yaşayıram. Arxadan onun üçün görürsünüz. Özünü yalayır. Bu arada saçıma belə bir tonik vururam. Veleda'dan rozmarin tonikidir. Bir ara saçım çox töküldü. Ona görə bunu saçıma biraz tökəcəm, masaj eləyəcəm. Gəlin sizlə birlikdə darıyaq. Belə bir saç açıcı spreyim var. Bunu təzə istifadə eləməyə başlamışam. Amma qoxusunu heç bəyənmirəm. Belə qəribə çox pis iyi var. Xoşuma gəlmir. Başqasını alacağım. Yadımdan çıxdı bugün almaq əslində. Sadəcə bunu alanda tərkibinə baxmışdım. Yaxşı göstərmişdi, ona görə almışdım. Amma sanki saçım qurudur, bilmirəm bu. Hərdən mənə elə gəlib bu yuka yalan deyir. Okey, tərkibi yaxşı ola bilər, amma nəyə görə yaxşıdır? Saçımı qurudursa, onun tərkibinin təmiz olmağı mənim nəyimə lazımdır, yəni. Lap şey kimi danışdım. Babam kek yapmayı nereden öğrendi? Doktor Ötken reklamı var idi. Həqiqətən qurutduğunu hiss edirəm. Bilmirəm, qurudur mu? Ya həcm verir deyə belədir. Başım çıxmadı. Ya da bəlkə C vitamini qurudu. I don't know. Amma həqiqətən saçımın rəngi açılıb. Həqiqətən açılıb. Nəysə, saçlarımı daradım. İndi keçək Olaplex kombinationa. Çoxu TikTokda bunları ikisini qarışdırıb vurur. Bilmirəm, elə edinmi yoxsa yox. Məncə ilk dəfə üçün gəlin ayrı-ayrılıqda vuraq. Həqiqətən də belə serum teksturası var. 2 pompa bəs edir. Mənim saçım en azından bəs edir. Bu arada saçlarım sanki nazikləşib. Bilmirəm, mənə mi elə gəlir yoxsa həqiqətən elədir. Və ciddi baxıma keçmişəm. Amazondan sifariş elədiyimiz kapsula gəlsə, kapsula daha doğrusu qami. Başlayacağım onu içməyə. Bunu tətbiq elədim. Ağzıma girdi saç. İndi isə 6 nömrəni tətbiq eləyəcəm. Bundan bir dəfə bas, yəni bir pompa kifayət edir mənim saçıma. Məndə ən çox bu hissələr quruyur. Bilmirəm. Moçi gördü ki, mən çinmişəm. O da öz aləmində duş alır. Belə. İndi buruq kremi çəkəcəm. Dediyim kimi, bugünlük bir eksperiment məncə bəsdir. Əslində AliExpressdən sifariş elədiklərim gəlsə, bəlkə elə eləsək daha yaxşı olar. Biraz, bilmirəm, risk edilmi yoxsa bax, dili dərsim var. Deyirəm, birdən pis olar. Necə gedəcəm o başla? Ona görə bugün bir daha şans verirəm buruq saçlarıma. Görək necə alınır. Nəysə, səhər gün ışığında bir də göstərirəm istəyirsinizsə rəngini. Amma xeyli fərq var deyə bilərəm. Çox açılıbdır, yəni mən özüm hiss edirəm. Saçımı qurudum, sabahlarım sizə update verəcəm. Hələlik. The next day. Salam dostlar. Saçlarımı göstərmək üçün kameranı açdım. İndi birazdan dərsə gedəcəm. Dünən elədiyim eksperiment məncə uğurlu alındı. Yəni xeyli saçım axıb. Gördüyünüz kimi biraz elə bir bu hissələr tam getməyib, amma nisbətən yaxşıdır məncə. Bunu yəni sadəcə həftədə bir dəfə eləmək olar. Onsuz da mən 2 həftədən artıq 1 həftə oldu. 1 həftədən sonra boyayacağam. Bazar günü boyamışdım. Açıq rəng qoyacağam. Gələn dəfə də mayonezi yoxlayacağam. Saçımı uyanda mayonez eləyəcəm.
Görüm o necə effekt verir. Bir dənəsində görmüşəm maya maskası. Bu arada maya maskası saçı çox uzadırmış bunun vaxtı. TikTokdan baxa bilərsiniz. İnanılmaz çox videolar var. Saçı uzatmaq istəyənlər maya maskasından istifadə edə bilər. Həm də saç rəngini axıtdığını deyirlər. Bilmirəm, ChatGPT dedi ki, mayonez axıtmır deyilənə görə. Amma ki insanlar, yəni hədsiz çox TikTokda videolar var. İnsanlar axıtmaq üçün belə deyim, mayonezdən istifadə edir. Həm də saç çox gözəl parladır. Mənim saçım biraz çox quruyub, donuqdur filan. Bir tərəfdən də ona görə istifadə etmək istəyirəm ki, saçım biraz canlansın. Baxaq, görək nə xeyir olacaq. Onun da effektini bölüşərəm sizinlə. Belə hava əladır, inanılmaz günəşlidir. İndi birazdan çıxacağam, gedəcəm dərsə. Moçi də gəldi. Sizə Moçini göstərim. Moçi. Salam dinə, salam. Salam dinə balam. Moçito, yaraşıqlı balama baxın. Mənim gözəl balama baxın. Gözlərinə baxın onun. Gözlərimlə görsən yoxsa yox. Moçi. Gözləri gözəldir balamın. Burada onun kravatı var. Bu korobkada yatır. Mənim kravatımın yanında. Gəlin sizə outfitimi də göstərim. Belə bir qırmızı sviter geymişəm. Və bu tigrovu şalvarımı geymişəm. Bunu çox sevirəm. 23-də almışdım, səhv eləmirəmsə. Yox, 24-də. Nəsə belə bir şey. Yəni, hədsiz çox geyinirəm. Çox xoşuma gəldi. Dodaq boyası olaraq bunu istifadə eləmişəm. Bunu Yaponiyadan almışdım. Yadımdan çıxmışdı. Dedim, keçən dəfə istifadə elədim. Çox gözəl belə məxmər effekt verir. Baxın rənginə. Rəngi çox gözəldir. Məndəkinin adı, nömrəsi, vallahi nədir bilmirəm. NFC yazılıb arxasında. Bir başa düşmək olmur ki, nə rəngdir. Hədsiz çox dodaq boyalarım var. Ən sevdiyim şey makiyaj məhsullarından belə başa düşən dodaq boyalarıdır. Hər dəfə alıram. Yəni hər dəfə də almağa davam edirəm. Bəziləri olur ki, ümumiyyətlə yadımdan çıxır. Ümumiyyətlə qırmızının tonu olaraq günlük istifadədə bunu çox bəyənirəm rəng olaraq. Bir dənə də Romantdən almışdım, onu da Yaponiyadan almışdım, mini boy. Onu da gündəlik istifadə üçün belə deyim, bəyənirəm. O məsələn yaddan çıxarmışdım, təsadüfən tapdım, atdım sumkama. Almaq istəsəz baxa bilərsiniz, belə effekti bəyənirsinizsə belə mat məxmər. Çox qəşəngdir.